Herkese yeni videodan salamlar. Bugün Koroğlu'da yerləşən Böyük Şor Parkına gəzməyə gedəcəyik. Uşaqları gəzdirib əyləndirik, həm də piknik edəcəyik. İlk öncə yeməklərimizi, içməklərimizi yığırıq və ən əsası çay, çaysız olmaz. Bir termos çayımızı da hazırlayıb yola düşürük. Bu gördüyünüz xanım da bizimlə birlikdə gəldi. Yol boyu maşına danışdığı bəs deyilmiş kimi hələ bir gələndə parkda da söhbəti bitmədi. Burada da neçə saat danışa gedirdi. Danışanda da yeriyə danışmır, mütləq dayanmalıdır. Telefonumu çevirib haransa çəkmək istəsəm, bu ana ilə qızı çıxır qarşıma. Elə mənim kamerama düşməkdən ötürü bilmirlər nə etsinlər. Başa düşmürəm, bu nə məşhurlaşmaq həvəsidir. Mən heç özümü çəkmirəm. Burada da güya indi utanır, kameraya düşmək istəmir. Uşaqları yedirdik, özümüz də yedik, çayımızı içdik, zaryadkamızı yığdıq ki, axşama qədər uşaqları rahat idarə edə bilək. Bu indi arxadan keçən dayı isə 100% ürəyində bizə gözəl sözlər dedi, çox əminəm. İndi deyir ki, mən ağacları suladığım yerdə bunlar da yemək yeməyə vaxt tapıblar. Aliyə də top gətirmişdi ki, oynasınlar, ancaq özü oynadı, heç oğlanlarıma vermədi topla oynasınlar. Daha sonra uşaqları gətirdik, biraz burada əylənib oynasınlar. Oğlum da velosiped gətirmişdi sürmək üçün, nə yaxşı da gətirib. Bu xanımın qızını gəzdirib bütün parkı. Aliyə də özünü heç əziyyətə vermir, yeri rahatdır. Bütün günü oğlumun velosipedində əyləşib. Bu gözəl çiçəklərin yanında isə uşaqlarımıza hədi qorxu ilə zona şəkillərini çəkdik. Göyə öz istəklərinə çəkdirmişik. Daha sonra yediklərimizi əritməyə gəldik. Biraz idman eləməyə. Bu qız isə idman mı eləyir, oyun mu oynayır, bəlli deyil. Bu nə cür idmandır, heç özüm də bilmirəm. Eybi yox, qoy etsinlər. İndi elə bilirlər ki, yəqin 1 kilo arıqladılar. Yeyib doymaq bilməyən bu qız yenə yeməyə davam edir. Biraz gəldikdən sonra yenə gəldik, əyləşdik, çay içməyə davam elədik. Uşaqlar da biraz abur-cubur yedilər. Aliyə isə öz ampulasındadır hər zamanki kimi. İndi birazdan şou göstərəcək. Bu isə xəbərim yoxmuş kimi çəkilən videolardan biri. Daha sonra gölün kənarına gəldik gün batımını izləməyə. Gün batımı buradan həqiqətən də çox gözəl görsənir. Uşaqların gün batımında çox gözəl şəkillərini çəkmək istədik, amma nə mümkün. Rüyalı velosiped sürərkən biraz gözəl çəkməyə çalışdım, nə qədər alındıysa artıq. Daha sonra isə gün batımını çəkərkən quşların anidən kameraya daxil olması çox təşəkkür edirəm. Videomu gözəlləşdirdiniz. Bu itlər isə maaş azır dolanmaq olmur deyən insanların piknikə 1 illik gətirdiyi yeməkləri yeyə bilməyib atdıqlarını yeyirlər. Burada da biraz havalı video çəkmək istəyirdim. Aliyə sağ olsun yıxılmağa vaxt tapdı. Və videomuz da burada sona yetirir. Hər kəsə izlədiyiniz üçün təşəkkür edirəm. Çox xahiş edirəm kanalıma abunə olub videomu